Hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Bu gün bürcləri mart ayında nələr gözləyir, bunlardan danışırıq. Ən əsası Instagram hesabımızda paylaşdığımız aylıq yorumlamalardan fərqli olaraq bu gün burada hansı bürcün uğurlu tarixi, hansı gündür, bunları birlikdə müzakirə edirik. Bürc yorumlamalarını dinləyərkən mütləq yüksələninizi də dinləməlisiniz və oxumalısınız. Əziz qoçlar və yüksələn bürcü qoç olanlar, mart ayı bir qədər sizin üçün hərəkətli aydır. Bu ay bəzi yaxınlarınızın iç yüzü ortaya çıxa bilər. Kimlərin həqiqətən sizin yanınızda olduğunu bu ay görə bilərsiniz. Ani xərcləmələriniz çıxa bilər. Böyük, riskli xərcləmələr etməyiniz məsləhət deyil. Uzun müddətli almaq istədiyiniz, planını qurduğunuz nələrsə varsa, bunları bir qədər ertələməyiniz uyğundur. Hətta mart ayı boyunca İlla ki istəyirsinizsə bunu etməyi martın ikinci yarısına, hətta martın 21-dən sonraki mərhələyə saxlamağınız tövsiyədir. Qəribə gələ bilər, amma mart ayında bir qədər səbirli olmağı öyrənəcəksiniz. Ay sonu üçün yeni başlanğıclar mümkündür. Yeni iş, karyerada yeni addım, yeni bir münasibət, ailə həyatına dair verilmiş yeni qərarlar ayın sonu üçün keçərlidir. Bəzi keçmiş məsələlər də gündəmə gələ bilər. Keçmişdə əlaqənizin olduğu və hal-hazırda danışmadığınız, əlaqənizin olmadığı insanlarla tez-tez qarşılaşa bilərsiniz. Köhnə iş yerinizdən də bəzi məlumatlar gəlib sizə çata bilər. Ayın ümumi enerjisində görürük ki, ay sonuna doğru özgüvəniniz daha da artır. Mart ayı üçün uğurlu tarixləriniz martın 8-i, 19-u, 21-i və 29-udur. Əziz buğalar və yüksələn bürcü buğa olanlar, mart ayı sizə öz dəyərini bilməlisən mesajını verir. Münasibətlərinizin ana teması dəyər mövzusu olacaq. Sən mənə nə qədər dəyər verirsən, mən sənə nə qədər dəyər verirəm. Bu ay artıq fədakarlığı dayandırmaq ayıdır. Uzun müddətdir öyrəşdiyiniz bir sistem tamamilə dəyişə bilər. Bu da planlarınızın dəyişməsinə səbəb ola bilər. Pul mövzusunda diqqətli olmalısınız, amma iş baxımından uğurlu aydır. İşdə yeni fürsətlərin çıxması, bəzi yaxşı mənada dəyişimlərin olması mümkündür. Keçmişdən bir dostunuzla qarşılaşmağınız və həyatınıza yenidən daxil olması da mümkündür. Bu ay özünüz də çox təəccüblənirsiniz. Çünki bu ay özünüzə daha çox diqqət yetirirsiniz. Sağlamlıq diqqət mərkəzində olmalıdır. Buğaların mart ayı üçün uğurlu tarixləri 7-si, 12-si, 17-si və 22-sidir. Əziz əkizlər və yüksələn bürcü əkiz olanlar, mart ayı boyunca qonaqlıqlar, tədbirlər, iclaslar, daha çox sosiallaşma sizin üçün gündəmdə olacaq. Ünsiyyət ön plandadır. Bu ay boyunca ünsiyyətə diqqət yetirməlisiniz. Mart ayının 21-nə qədər Merkuri retrosu olduğu üçün bəzi yanlış anlaşılmalar mümkündür. İki qərar arasında qala bilərsiniz, amma sonda doğru qərarı verəcəyinizə əminəm. İş həyatınızda yeni ideyalar gündəmə gələcək. Yeni ideyalar, fikirlər, bunları həyata keçirməklə bağlı daha çox düşünəcəksiniz. Keçmişdə yarım qalmış bəzi məsələlər ay boyunca önünüzə çıxa bilər. Maddi axışınız olduqca yaxşı olacaq. Heç gözləmədiyiniz yerlərdən bolluq qapınızın açılması mümkündür. Lakin xırda xərcləmələrinizin olması da mümkündür. Ayın əvvəlində qaranlıq qalan məsələlər varsa, ay sonuna doğru hər bir şey açıq-aydın ortaya çıxacaq. Ay sonuna doğru motivasiyanız, enerjiniz daha da yüksəlmiş olacaq. Mart ayı boyunca sizin üçün uğurlu tarixlər ayın 2-si, 11-i, 17-si və 25-idir. Əziz xərçənglər və yüksələn bürcü xərçəng olanlar, mart ayı boyunca münasibətlərdə diqqətli olacaqsınız. Bütün münasibətlərinizdə açıq-aşkar danışacaqsınız. Gözləntilərinizi, tələbatlarınızı və yaxud da uzun müddətdir ertələdiyiniz mövzular varsa, bunları siz açıb, danışıb aydınlığa çıxara bilərsiniz. Bu ay olduqca emosional bir enerjiniz var. Ani qərarlar verə bilərsiniz, ani xərcləmələr edə bilərsiniz, lakin mart ayı boyunca sizə bunlar tövsiyə deyil. Maddi mövzularda riskli xərcləmələr bu ay sizi dəstəkləmir. Stabil saxlamağınız, xərcləmələrinizi, gəlirlərinizi düzgün idarə etməyiniz tövsiyədir. Ayın ikinci yarısı olduqca uğurludur. Yeni tanışlıqların olması, özünüzə daha çox vaxt ayırmağınız, özdəyər mövzularının daha çox gündəmə gəlməsi mümkündür. Yəni deyə bilərik ki, mart ayının sonunda daha sakin bir xərçəng olursunuz. Xərçənglərin mart ayı boyunca uğurlu tarixləri martın 7-si, 14-ü, 22-si və 27-sidir.
Əziz şirlər və yüksələn bürcü şir olanlar, bu ay daha çox diqqət çəkirsiniz. İş yerinizdə, münasibətlərdə tam diqqət mərkəzində olacaqsınız. Kiçik xırda hədiyyələr, jestlərlə qarşılaşmağınız mümkündür. İş yerinizdə diqqət çəkdiyiniz kimi, eyni zamanda məsuliyyətləriniz də arta bilər. Sizə aid olmayan işlərə liderlik etmək məcburiyyətində qala bilərsiniz. Ayın birinci yarısında ani xərcləmələriniz ola bilər. Bu xərcləmələr sizi bir qədər yorsa da, ay sonuna doğru maddi cəhətdən olduqca rahat bir şir görürük. Bu ay münasibətlərdə qürur daha çox ön planda olacaq. Bu səbəbdən münasibətlərdə xırda mübahisələrin yaranması mümkündür. Retro dönəmi olduğu üçün ünsiyyətə bir qədər diqqət yetirməyiniz tövsiyədir. Ani gələn əsəb, aqressiya sırf retrodan dolayı yaranır. Bu müddəti sakin keçirməyə çalışsanız, önümüzdəki ayda enerjiniz tam balansa gələcək. Mart ayı boyunca sizin üçün uğurlu olan tarixlər: martın 7-si, martın 9-u, martın 22-si və 28-idir. Əziz qızlar və yüksələn bürcü qız olanlar, mart ayının ən şanslı və uğurlu bürclərindən biri olaraq sizi qeyd edə bilərik. Çünki enerjiniz, motivasiyanız yüksək halda geri qayıtmış olursunuz. Uzun müddətdir əlinizi, ətəyinizi çəkdiyiniz hansı işlər varsa, yenidən gündəmə gələ bilər. Özünüz yarım qalan işləri tamamlamağa meyilli olacaqsınız. Pul mövzularında diqqətli olmalısınız və planlı xərcləmələr etməlisiniz. Ayın ikinci yarısı olduqca uğurlu və rahatlamış halda davam edəcəksiniz. Sağlamlıq və özdəyər mövzularında xüsusilə diqqətli olmalısınız. Bu ay ertələdiyiniz hər hansısa bir sağlamlıq mövzusu varsa, bunlar gündəmə gələ bilər, diqqətli olun. Mart ayı buzların əridiyi ay olacaq sizin üçün. Bu ayı yaxşı mənada dəyərləndirsəniz sizin üçün faydalı olar. Mart ayı boyunca sizin uğurlu tarixləriniz ayın 8-i, 17-si, 22-si və 29-udur. Əziz tərəzilər və yüksələn bürcü tərəzi olanlar, mart ayı sizdə münasibətlə bağlı sınaq ayıdır. Çox çətin şeylər olacaq demirəm, amma biraz münasibətdə kimlər doğrudan da siznəndir, kimlər əslində siznənmiş kimi görünür, amma sizlə deyil, bunları açıq-aydın görəcəksiniz. Yəni münasibətləriniz bir qədər sınaqdan keçəcək. Bura sizin partnyorunuzla münasibətiniz, dostlarınızla münasibətiniz, bütün münasibətlər daxildir. Bu ay həyatınızdan bəzi insanlar uzaqlaşa bilər, demədi deməyin. Maddi mövzularda isə bəzi qapılarınız açıla bilər. Əməkdaşlıq mövzuları, işlə bağlı yeni bir ideya, karyerada hər hansısa bir təklif, bunlarla qarşılaşa bilərsiniz. Ən əsası münasibəti olmayan subay tərəzilər üçün yeni tanışlıqlar da mümkündür. Sosial həyatınız canlanır, köhnədən tanıdığınız bəzi dostlarınızla yenidən görüşə bilərsiniz. Ayın sonuna doğru sizi önəmli bir qərar gözləyir. İşlə bağlı, münasibətlərdən bağlı önəmli qərar anına gəlib çıxacaqsınız. Mart ayı boyunca uğurlu tarixləriniz martın 7-si, 17-si, 21-i və 27-sidir. Əziz əqrəblər və yüksələn bürcü əqrəb olanlar, mart ayında yepyeni, güclü bir əqrəb tərəfinizdən tanış olacaqsınız. Bu ay sizin transformasiya ayınızdır, yəni yenilənmə, hər şeyə sıfırdan başlanma, bəzi şeylərin həyatınızdan çıxması, getməsi və həyatınızda yeni bir mərhələnin açılmasıyla bağlıdır. Bu ay yeni bir həqiqətlə tanış ola bilərsiniz. Uzun müddətdir ağlınızı zəbt eləyən bəzi mövzular gündəmə gələ bilər, amma sonra rahatlayacaqsınız. Çünki doğrudan da kimlərin sizin yanınızda, tərəfinizdə olduğunu bu ay çözəcəksiniz və anlayacaqsınız. Yolunuza sağlam münasibətlərlə, sağlam insanlarla davam edəcəksiniz. Maddi mövzularda yeni bir strategiya, yeni bir taktika istifadə edəcəksiniz. Bəzi planlamalar, düzgün idarə etmək sizi önümüzdəki aylarda maddi cəhətdən daha da rahatladacaq. Ay sonuna doğru önəmli bir qərar verirsiniz. Bu qərar sizin bütün həyatınıza təsir edəcək. Yəni bu ay sizin doğrudan da transformasiya ayınızdır, yenilənmə ayınızdır. Mart ayı boyunca uğurlu və diqqət etməli olduğunuz tarixlər ayın 6-sı, 8-i, 15-i və 23-üdür. Əziz oxatanlar və yüksələn bürcü oxatan olanlar, mart ayı sizin üçün dəyişiklik ayıdır. Düzdür, bəzi planlarınız gecikə bilər, planlarınızı ertələmək durumunda qala bilərsiniz, amma bu olduqca sizin üçün xeyirli olacaq. Çünki bunun ardınca sizi səyahətlər, bəzi yer dəyişmələr və bəzi fürsətlərlə qarşılaşmaq gözləyir.
Yəni biraz səbirli olmaq lazımdır. İş həyatında yeni bir istiqamət görürük. Yeni bir istiqamət seçib o üzrə davam edə bilərsiniz. Ən əsası bəzi önəmli təkliflər gələ bilər və yaxud siz bəzi başvurular edə bilərsiniz. Münasibətdə dürüstlük bu ay ön plana çıxır. Ya partnyorunuzdan bəzi dürüst addımlar görə bilərsiniz, ya da gizlətdiyiniz bəzi məsələləri özünüz etiraf edə bilərsiniz. Ayın birinci yarısında iş yerinizdəki ünsiyyətə diqqətli yanaşın. Ayın ikinci yarısında maddiyyat və karyera mövzusunda olduqca uğurlusunuz. Yəni deyə bilərik ki, mart ayı sizin üçün yeni üfüqlər açır. Mart ayı boyunca uğurlu tarixləriniz ayın 8-i, 19-u, 22-si və 27-sidir. Əziz oğlaqlar və yüksələn bürcü oğlaq olanlar, mart ayı boyunca uğurlu bürclərdən biri də sizsiniz deyə bilərik. Çünki diqqət çəkirsiniz, işdə məsuliyyətiniz artır, işdə müdiriyyətlə, otoriter fiqurlarla bəzi önəmli danışıqlar ola bilər. Yəni rəhbərliyin diqqətini çəkirsiniz. Bu ay yeni bir layihə, yeni bir vəzifə gündəminiz ola bilər. Yəni iş həyatında məsuliyyətlər artır. Bu sizi həm sevindirəcək, həm də bir qədər düşündürəcək. Çünki bu qərarlar bundan sonraki həyatınızda qalıcı təsir olaraq keçərlidir. Bu ay susmaq, sakin qalmaq ayı deyil. Bu ay daha çox danışmaq və ünsiyyət qurmaq ayıdır. Amma düzgün şəkildə. Siz də retrodan təsir görən bürclərdən birisiniz. Ünsiyyət qurarkən diqqətli olun. Dediyiniz sözlər yanlış anlaşıla bilər. Münasibətlərdə isə bəzi düşündürücü məqamlar ola bilər. Sərhəd çəkə bilərsiniz. Biraz məsafə qoya bilərsiniz. Çünki bu ayki gündəminiz münasibətlər deyil, tamamilə karyera və bolluq alanıdır. Mart ayı sizi gücləndirir və çox önəmli bir mövqeyə gətirir. Ayı yaxşı mənada dəyərləndirin. Atacağınız və indiyə qədər atdığınız addımların nəticəsini martın ikinci yarısında, martın sonuna doğru görəcəksiniz. Bu ay sizin üçün uğurlu olan tarixlər martın 3-ü, 8-i, 14-ü və 26-sıdır. Əziz dolçalar və yüksələn bürcü dolça olanlar. Bu ay sizin üçün uğurlu aydır deyə bilərik. Çünki çox qəşəng sosiallaşma bir dövrünə keçid alırsınız. Ağlınıza gələn yeni ideyalar, yeni fikirlər iş həyatınızda, sosial çevrənizdə sizi çox yaxşı bir mövqeyə gətirə bilər. Mart ayında sosial çevrəniz daha da genişlənir. Ətrafınız çoxalır, yeni insanlarla tanış olursunuz və fürsətləri dəyərləndirirsiniz. İş həyatında indiyə qədər almadığınız qərarları alacaqsınız, indiyə qədər atmadığınız addımları atacaqsınız. Özümdən bilirəm. Ən əsası münasibətlərdə də bu ay daha azad, daha rahat hiss edəcəksiniz. Ruhunuzun sıxıldığını və anlaşılmadığınızı düşündüyünüz hər yerdən getmə ehtimalınız bu ay daha çox yüksəkdir. Elə bu da tövsiyədir. Mart ayı sizin üçün yepyeni bir istiqamət gətirir. Önümüzdəki illərdə geriyə dönüb baxdıqda, mart ayında yaxşı ki bu addımı atmışam, yaxşı ki bunu düşünmüşəm deyə biləcəyiniz bir aydır. Artıq planlamaq yox, hərəkətə keçmək zamanıdır. Artıq sizin dövrünüz başlayır. Əziz dolçalar, mart ayı boyunca uğurlu tarixləriniz və önəmli diqqət yetirməli olduğunuz tarixlər martın 2-si, 7-si, 17-si və 23-üdür. Əziz balıqlar və yüksələn bürcü balıq olanlar, bu ay enerjiniz yüksəkdir, çünki sosiallaşırsınız. Çevrəniz artır, çevrəniz dəyişir. Bəzi yer dəyişmələr etməyiniz də mümkündür. Bu yer dəyişmələrə iş mühitindən tutmuş, ölkə dəyişməyə qədər hər biri daxildir. Əgər səyahət düşünürsünüzsə, çox uğurlu bir dönəmdən keçirsiniz. Bu ay özünüzlə bağlı çox düşünəcəksiniz. Nə etməliyəm, hansı istiqaməti seçməliyəm, yəni özünüzlə bağlı yeni qərarları verə biləcəyiniz bir dönəmdir. Maddi mövzularda çox da risk almamağınız tövsiyədir. Bir qədər idarəli xərcləməyiniz məsləhətdir. Ayın ikinci yarısında önəmli addımlar ata bilərsiniz. Bəzi rəsmi sənədləri imzalama dönəmindən keçirsiniz. Diqqətli olun, retro dönəmində yanlış qərar verməməyə diqqət yetirin. Ən əsası Merkuri retrosunda təsir görən bürclərdən biri sizsiniz. Keçmişdən gələn bəzi addımlar, yarım qalmış bəzi işlər, ertələdiyiniz mövzular birdən-birə önünüzə çıxa bilər. Özünüzü bir qədər məcbur etsəniz, işlə bağlı yeni ideyalar gələcək ağlınıza və bu ay onları dəyərləndirəcəksiniz. Mart ayı boyunca sizin üçün uğurlu və önəmli tarixlər martın 3-ü, martın 7-si, 17-si və 18-idir. Bu aylıq məndən bu qədər. Özünüzə çox yaxşı baxın. Ümid edirəm ki, mart ayının enerjisi hər birinizə düşərli və uğurlu gələr. Bolluq dolu, sevgi dolu və səyahətlərlə dolu bir ay arzulayıram. Özünüzə yaxşı baxın.